İnsanlar ayrıldıktan sonraki dönemdə siyasilərdə bu ifadəni daha çox işlədirlər. Mən onu unuda bilmirəm, amma o mənə çox pislik eləyib. Mən onu unuda bilmirəm, amma əslində unutmaq istəyirəm və s. Məsələ burasındadır ki, münasibət bitdikdən sonra insanların darıxdığı şeylər əslində həmin insanın özü deyil, həmin insanın ona yaşatdığı hisslərdir. Seanslar zamanında bu məsələni daha geniş şəkildə müşahidə edə bilirik. Məsələn, insanlar keçmiş münasibətindən danışdığı zaman həmin anda yaşadığı hissləri, özünü necə özgüvənli hiss eləməsini, güvəndə hiss eləməsini, o ilə necə xoşbəxt olmasını və həmin anları daha çox danışır. Amma insanlarda iki fikir formalaşır. Mən onun üçün darıxıram, yaxşı anları düşünürəm, amma o məndə pis anlarda yaşadım. Amma o ilə çox pis bir şeylər də olub və eyni zamanda mən ondan ayrılmışam. Bu niyə belə olur? Məsələ burasındadır ki, müsbət və mənfi xatirələr bir-biri ilə toqquşur. Yəni, insan əslində ayrılmasının səbəbini bilir, amma orada yaşadığı müsbət hadisələr və onun keçirdiyi müsbət hisslər ona şirin və gözəl gəlir. Əslində, həmin hisslərin boşluğunu yaşayır. Artıq o hissi yaşamı bilməmək, o hissdən uzaq olmaq ona acı verir. Gəlin belə bir misalla məsələni biraz daha aydınlaşdıraq. Təsəvvür edək ki, bir insanda şəkər xəstəliyi var və biz onda şəkər xəstəliyi olmadan ona şokolad veririk. O da bunu yeyir və çox yaxşı hiss edir, çox gözəl hiss edir, amma zərərlidir. Və biz biləndə, o da başa düşəndə ki, özündə şəkər xəstəliyi var, ondan şokoladı alırıq və heç vaxt şokolad yemir. Şokolad üçün darıxır. Məsələ şokolad üçün deyil, o şokoladı yediyi zaman aldığı həzz üçün darıxır, o dad üçün darıxır əslində. Bu məsələ də belədir əslində. Münasibət bitdikdən sonra da insan həmin o yaşadığı müsbət hisslər üçün çox darıxa bilir. İndi sual verə bilərsiniz ki, bəs çıxış yolu nədir? Burada ən əsas çıxış yolu, yəni ən birinci addım özümüzü günahlandırmamaqdır. Yəni bu halın yaşanmasını biz geniş şəkildə görə bilirik və bu olduqca normaldır. İlkin olaraq bunu düşünürük. Daha sonrasında isə baxırıq ki, mən əsas hansı emosiya üçün, hansı hisslər üçün darıxıram? Yəni mənim darıxdığım şey tam olaraq nədir? Özümü güvəndə hiss eləmək, özümü daha özgüvənli hiss eləmək, daha gözəl hiss eləmək və s. Yəni tam olaraq mən nə üçün darıxıram? Hansı hiss üçün, hansı emosiya üçün mən çox darıxıram? Üçüncü məsələ, həmin boşluğu mən nə ilə doldururam? Məsələn, stoklayırammı, keçmişə qayıdırammı, düşünürəmmi, yenidən olarmı deyə fikirləşib özümü həmin o bataqlığa çəkirəmmi? Yoxsa emosional boşluğumu daha sağlam şəkildə doldurmağa çalışırammı? Yəni, korreksiya edə bilirəmmi? Bu çox önəmlidir. Bəzən elə toksik münasibətlər olur ki, şəxs deyir ki, mən birmənalı şəkildə ona qayıtmaq istəmirəm. Amma bu emosional məsələ məni narahat edir. Tam da bu vəziyyətdə, bu gedişatı getdiyimiz zaman yaxşı nəticələr ala bilirik. Yəni, məsələ insanın özünə fokuslanıb, öz ehtiyaclarını, özünü ön plana qoyaraq ödəməsidir. Burada gedişat hər insanda fərqli ola bilər. Yəni, hər insanda eyni tip gedişat olacaq deyə bir qayda yoxdur. Fərdi şəkildə analiz edilərək düzgün şəkildə tətbiq önəmlidir.